Lənkəranın gəzməli, görməli yerlərindən biri də təbii ki, Xanbulandır. İndi mövsüm də yaydır. Artıq yay mövsümü başlayır. Lənkərana gəlmək istəyən, Lənkərana qonaq kimi gəzib istirahət etmək istəyən əlbəttə ki, ilk gəldiyi yerlərdən biri də haradır? Xanbulan. Bu illəri maşallah ötən ilə nisbətən Xanbulanda demək olar ki, suyun səviyyəsi çox yaxşıdır. Sizdən görüntüləri göstərim sizə. Artıq görürsünüz, yazılar da suyun içindədir. Deməli, ötən illərdə yazılar qurulanda su yox idi. Maşallah bu illəri Xanbulanda suyun səviyyəsi yaxşıdır ötən illərə nisbətən. Əvvəllər 1-3 il bundan öncə görürsünüz, artıq qurulan yazılar da suyun içində qalıb. Deməli, ərazidə su azalmışdı. İndi maşallah bu illəri su biraz boldur. Yəqin ki, dağlara qar bu illəri daha çox yağdı deyə Xanbulanda da su maşallah bu illər yaxşıdır. Bağlardan müğayət olsunlar ki, məsələn bir təkləşmizlik eləməsinlər. Rövşənlə Əzimov. Əzimov gəl də. Gəldim. Əzimovla Xanbulandayıq. Əzimov, keçən illərdə su az idi. Biz səndən bir neçə dəfə gəlmişdik. Yəni sən burada çox çəkiş eləmişsən. Tutumu nə qədərdir Xanbulanın? Əslində buranın tutumu deməli 52 milyon kubmetrdir. Həmin buranın, bu Xanbulanın su tutumu. Bu il demək olar ki, bir 52 milyon kubmetr təmiz burada su yığılıb. Bəli, çünki bu ilki yağışların, qarların yağması nəticəsində. Əvvəlki illərdə az idi. Bəli, əvvəlki illərdə az idi. İndi bundan sonra da indi suvarmalar başlamayıb. Suvarmalar başlayandan sonra yavaş-yavaş tədricən su azalmağa başlayacaq. Gedir yayın qurtaracağına qədər. Bəli, yayın qurtaracağına qədər. Amma indi üçün yaxşıdır, hə? Bəli, əlbəttə. Bu il yaxşı burada polnu su demək olar ki, yığılıb. Ona görə yaxşıdır bu il burada. İndi yay üçün də qalır belə 18 milyon, 17 milyon. Bundan bir 3-4 il qabaq bir dəfə az idi. Onda hardaysa bir 12 milyon kubmetr qalmışdı. Onda bu il yaxşıdır. Dağlara qar yağmayanda problem yaranır. Bəli, qar yağmayanda, qışda qar olmayanda, yağıntılar olmayanda su az olur burada. Dostlar, Xanbulandayıq. Xanbulanı gəzmək üçün bu günləri havada əlverişli idi. Əslində Rövşən çəkişə gəlmişdik. Həm belə deyək də xəbər hazırladıq, həm də istədik Xanbulanı çəkək, sizə göstərək. Xanbulandayıq dostlar. Bu videoya baxan daha çox Lənkəranlıları istəyirəm ki, bu videonu bəyənib paylaşsınlar. Həm YouTube'da, həm də TikTok'da paylaşdıq. İzləyin, abunə olun. Hələlik Xanbulandan bu qədər.